Açığı düşünmürdüm ki ne vaxtsa bunu deyəcəm. Toyota Land Cruiser 300 hibrid oldu. Amma deyirlər o özünə sadiq qalıb. Deyirlər o əfsanə olaraq qalacaq. Bu gün Land Cruiser mənə bunu sübut etməli olacaq. Özdə bilirsiniz da, aerodromda, drag racingdə. Ben oldum elle. Yeter dedim. Yuhuu! 464 at gücü, 790 Nm fırlanma anı ve 10 pilleri süratler kutusu. Gördüğünüz kimi güllə kimi. Yaxşı olardı ki, əvvəl biz bu avtomobili eləşərdik. Sonra hibridə keçib o həzzi hiss eləyərdik, nə dərəcədə dinamik artıb. Amma təəssüf ki, növbəmiz belə gətirdi. İndi biz aşağı indik. Biz əvvəlcədən bilirik ki, uduzmalıyıq. Bakın, yerden götürür. Amma hibrit, bakın necə gedir. Bakın. Hibrit getdi. Deyirlər ki, saat 3'te burada təyyarə enməlidir. Zolağı tez boşaldın. Biz zolağı boşaltmalıyıq. Biz də boşaltmalıyıq.